Hasan İbni Ali'nin evinin yolunu bağlayıblar. Ora bax. Buna necə cürətləri çatıb? Bilmirəm. Bəs indi neyniyək?
Gözləyək, Qeyslə Səid də gəlsin. Hara gedirsiniz? İmamın yanına. Görüş vakti değil. Çıkın gidin buradan. Gidin. Gəldilər. Bura baxın, Şimir. Gözünü bize zilliyip. Gedəyim məscidə. Gedək. Gedək. Tutun onları! Başlayalım! Haydi kaçsınlar! Reis! Çoxdandır ki birbirimizi görmürük. Onsuz da hər gün səhrada səni xatırladan çoxlu türküləri görürəm. Deməli məni görməkdən elə də məhrum olmamısan. Amma onu da bilməlisən ki, bu tülkünün bəzən yırtıcı şirlər kimi qanlı dişləri də olur. Atam oyanıb. Yox xanım, hələ yatıb. Ata. Geçin. Girin içeri. Help! İndi hamınız bir yerdə oturub öz qaranlıq gələcəyiniz barədə bir tədbir fikirləşə bilərsiniz. Çox çəkməz ki, Mədinə meydanında hamınızın başını bir bədəninizdən ayıraram. Sizi necə tutdular? Bizi güdürdülər. Meydana çatan kimi hamımızı tutdular. Biz bir söz deməmişik. Bilirəm. Siz niyə qayıtdınız? Gərək gəlməyəydiniz. Əba Məhəmmədə görə narahat idik. Ondan bir xəbəriniz var? Bilmirsiniz o necədir? Salamatdır. Xəbərimiz yoxdur. Biz bütün gün şallaq altında olmuşuq. Sizi İbn Ümeyrlə Əşəs tanıtdırdı. Şimir sarayda gizlənmişdi. Onlar da Həsən İbn Əlinin evində idilər. Bir-birləri ilə əlaqə saxlayırdılar. Bilmədik nə hilələr var. Biz də elə bundan narahat idik. Qorxurduq ki, ona birdən xətər yetirərlər. Narahat olmayın. Mən əminəm ki, bu vaxtacan onun başına heç bir iş gəlməyib. Sən hardan bilirsən? Məyər cəmaatı görmədiniz? Hamı get-gəldəydi. Öz iş gücü ilə məşğul idi. Əgər Allah eləməmiş onun başına bir iş gəlmiş olsaydı, Mədinə heç belə sakit olardı. O düz deyir. Qəribədir.
Qəribədir. Necə olub biz heç bunu fikirləşməmişik? Doğrudan da sənin başın yaxşı işləyir. İndi nə edək? Neyniyək? Heç nə. Çıxıb gedəyim buradan. Gedib ağamızı ziyarət eləyib əlindən öpək. Axı necə? Məndən soruşdun neyniyək? Mən də dedim, necəliyin isə indi səndir. Şimir, kədərli bir xəbərimiz var. Siz gedin. Nə xəbər? Əşşəs ölüb. Nə? Ölüb? Haçan? Dünən axşam. Bilmirəm, bəlkə də bugün səhər daha yuxudan ayılmayıb. Ey vay. Bütün işlər körlandı. İndi nə eləyək? Bilmirəm. Cəhədə ilə sənin münasibətin necədir? Yaxşıdır. O məni öz həmisi bilir, amma... Sən elə çalış o evdə qalasan. Cəhədə ilə münasibətini daha da yaxşılaşdır. Bundan sonra əşəsin vəzifəsini sən ötürə götürməlisən. Bacararsan? Bilmirəm, bəlkə də. Bacarmalısan. Mütləq bacarmalısan. Şimir. Bəs əşşəsin payına düşən hissə necə olacaq, hə? Nə demək istəyirsən? Mərvanın 500.000 dinarını deyirəm. Axı əşşəs ölüb. Məlum məsələdir ki, əşəsin payı kimizin arasında bölünəcək. Yaxşı. Dedim bəlkə hamısı mənə çatacaq. Salam əleykum. Aleyküməssalam. Ha, müğeyrə. Görürəm bir anda vaxtı tələf eləmirsən. Əmirə yaxın olmaq xatirinə yuxunu, yeyib içməyini də özünə haram eləmirsən. Böyük ərəb sərkərdəsi Mərvan İbni Həkəm Əmir əl-Mömininə xidmət göstərməkdə belə edirsə, mənim kimi dəyərsiz bir ev xadimi axı necə rahatlıq fikrində ola bilər? Elədir. Biz bir-birimizin dilini gözəl anlayırıq və sözləri lazım olduğu kimi başa düşürük. Sənin sözlərindən bu nəticəyə gəlirəm ki, mənimlə rəqabətdə heç də geri qalmırsan. Mənim buna cəsarətim çatmaz, Sərdar. O axmaq divanəyə bax. O da çalışır ki, rəqabət karvanından geri qalmasın. Siz onu axmaq, divanə adlandırsanız da, indi o əmirə bizdən qat-qat yaxındır. Deyirlər, o olmayanda əmir onun üçün çox darıxır. Əmiri yaxşı başa düşürəm. Uşaqlıqda bir itim var idi. İşarə edən kimi hamını parçalayardı. Mən o itimlə fəxr edirdim və özümü də hamıdan qüdrətli bilirdim. Təəssüf ki, mən heç vaxt bu cür hisslər yaşamamışam. Düzünü desəm, indiki vəziyyətimi o dediyin itin sahibindən çox itin halına bənzədirəm. Gərək münasib bir vaxtda fikirləşib
Sənin bu sözünü yaxşı-yaxşı araşdıram. Cemaat səbirsizliklə Əmir Əl-Mömininin təşrif buyurmasını gözləyir. Büsir ibn Ərtad gəldi. Bəli, Əmir. Bəsrə əyyan əşrafı və şeyxləri də onunla bir yerdə gəlib. İndi öz yerlərini tutublar. Mən də Əmirin icazəsi ilə Dəməşq əyyan əşrafını çağırtdırmışam ki, işin bünövrəsini elə bugün qoyaq. Çox gözəl. Sən də çalışmısan ki, öz rəqiblərindən geri qalmayasan. Hey Yezid, o heyvanı at kənara, mənimlə gəl. İstəyirəm o günü görəm ki, cəmaat onu mənim canişinim kimi qəbul eləyib. Gəl. Qolluğunuzdayım, Əmir. Büsür. Müğeyrə, necəsiz? Küfədən nə xəbər? Salamatçılıqdır. Müsəlmanlar Əmir Əl-Mömininə dua eləyirlər. Əmoğlu, Mədinə hələ də bizim tabiçiliyimizdədir. Əlbəttə, əmir. İndi bütün əyyan əşraf Əmir Əl-Mömininlə beyyətlərini təzələmək üçün gəliblər. Çox gözəl. Doğrudan əmoğlu, mən axı sənə daha mühüm bir iş tapşırmışdım. Nə oldu? Tədarik görürəm. Əşəs Həsən İbni Əlinin evində məskunlaşıb. Tezliklə işi başa vuracağıq. Tələs əmoğlu. Tez ol. Məni ki tanıyırsan, çox da hövsələli adam deyiləm. Yazid, gəl. Xanım, sən burada gözlə. Sizə sözüm var. Rədda! Yoruldum. Bu cəmaat nə qədər əlimi öpəcək? Elə indicə xəbər verdilər ki, Əşəs İbni Qeys ölüb. Ölüb? Bəli.
Ümidvaram ki, indi məni tənha qoyasan, bəlkə biraz dincəlib dünya ləzzətindən istifadə eləyəm. Əminəm ki, hal-hazırda Əmir əl-Mömininin sevinci mən təsəvvür elədiyimdən də qat-qat çoxdur. Çünki o Yezidin əsl atasıdır. Mənə isə məcazi mənada Yezidin anası deyirlər. Düz deyirsən. Mən bu oğlumu bütün dünyadan, dünya nemətlərindən çox istəyirəm. Əmir əl-Mömininin istirahətini korlamaq fikrim yoxdur, amma bunu soruşmaq məcburiyyətindəyəm. Həqiqətən də qəlbinizdə heç bir gizli və qaranlıq şübhə qalmayıb? Doğrudan da Yezidin gələcək hakimiyyəti təsdiqlənib? Daha bu yolda heç bir maniyə yoxdur? Nə demək istədiyini çox yaxşı başa düşürəm. Mərvan o işin tədarükündədir. Əşəs Həsən İbn Əlinin evində məskunlaşıb. Və bu məsələ tezliklə başa çatacaq. Amma mənim bildiyimə görə, işin sonuna hələ uzun yolumuz var. Elə indi xəbər gətirdilər ki, Əşəs İbn Qeys ölüb və qızı daha bu işi görməyə hazır deyil. Gərək tez bir çarə fikirləşib, onu bu işi görməyə vadar eləyək. Sən nəsə başqa bir tədbir fikirləşmisən? Ən yaxşı tədbir elə odur ki, Əmir əl-Möminin fikirləşib. Sadəcə əmrinizin icrasına tələsmək lazımdır ki, sizin göstərişləriniz tez bir vaxtda icra olunsun. İstədiyini de, məni rahat burax. İstəyirəm özüm Mərvanla Mədiniyə gedib, işin gedişatına şəxsən nəzarət eləyəm. Cədə qadındır. Biz qadınlarsa bir-birimizi yaxşı anlayıb və bir-birimizə tez inanırıq. Vallahi indiyədək heç kim məndən bu cür gözəl, ürək açan xahiş eləməyib. Get, istədiyini elə. Tək mən bir neçə gün özümü sənsiz rahat hiss eləyim. Səd ibn Əbi Vakkas indi darvazadan daxil oldu. Səd ibn Əbi Vakkas? O burada neymiş? Nə bilim. Tez bir nəfər göndər, gedib Şimrə xəbər versin. Oldu. Səd ibn Əbi Vəqqas? Həsən İbn Əlinin evi hələ də buradadır. Bəli, onun evi hələ də hamının üzünə açıqdır. Atlardan düş. Əcəb işdi, Səd evindən çıxıb. Düzdür, bir ora bax, Həsən İbn Əlinin evinə gedir. Ey Allah Rəsulunun övladı, mən neçə illərdir ki, bir kənara çəkilib, özlüyümdə xilafət işlərinə qarışmaqdan çəkindim. Hətta atan Əli-i Mürtəzaya da kömək eləmədim. Baxmayaraq ki, hakimiyyətə ən layiqli şəxs onu bilirdim. Heç sənin də Muaviyyə ilə döyüş dəvətinə cavab vermədim. Və bunu iki hakimiyyət iddiaçısının mübarizəsi bildim. Hansı ki, o hakimiyyəti öz haqqın bilir və İslam xatirinə döyüşüb fəth elədiyim ölkələr müqabilində xilafətə yetişəcəyimi güman edirdim. Düzdür, bunu heç vaxt dilimə gətirməmişəm.
Amma indi baxıb görəndə ki, Peyğəmbər sünnəsi necə də unudulub gedir, İslam şəhidlərinin, qazilərinin fədakarlığı necə də Əbu Süfyan oğlunun dünya pərəstliyinin qurbanı olur, onda başa düşürəm ki, mənim sükutum təqva yox, təkəbbür üzündən olub. İndi İslamın başına gələnləri gördükdə başa düşdüm ki, nə böyük günah eləmiş və öz parlaq keçmişimin üstündən qara xət çəkmişəm. İndi gəlmişəm sənə beyət əli uzadıb deyim ki, əgər mübarizəyə başlasan, mən, oğlum və bütün tərəfdarlarım səninlə olacağıq. Bəlkə Allahın lütfü və mərhəməti ilə ayağa qalxıb, zülm və haqsızlığın kökünü bir dəfəlik yer üzündən kəsək. Deyəsən, hələ Mədinə bizim ixtiyarımızdadır və hakimiyyətimiz davam edir. Bəli, sərvəri, Mədinədə sakitlikdir. Biz olmayanda bir hadisə baş verməyib ki. Biraz dincəlin ki, deyəcəyimiz xəbərləri eşitməyə taqətiniz olsun. Pis, yoxsa yaxşı xəbərlər? Yaxşı. Deyəsən, əmir sərdarın xidmətlərini gözəl töhfələrlə mükafatlandırır. Kaş əmir bu töhfəni sənə bağışlayaydı, Zülcövşənin oğlu. O töhfə deyil, Ümmü Yeziddir. Ümmü Yezid? Yəqin ki, onun haqqında eşitmisən. Böyük xanıma salam olsun. Bura Mədinə Darül Xilafətinin sarayıdır, xanım. O mənim hakimiyyət kürsüm olsa da indi sizinkidir. Əyləşə bilərsiniz. Xilafət kürsüsünə ehtiyacım yoxdur. Tez şəhərin vəziyyətindən xəbərdar olmaq istəyirəm. Şimir. Şimir, nə xəbər? Xidmətinizə çatdırım ki, Qeys İbni Səd, Səid İbni Qeys, Hərb İbni Abdullah və Əhməd İbni Harisi tutmuşam və indi Mədinə zindanındadılar. Afərin Zülcövşənin oğlu, afərin. Doğrudan da belə xəbər mükafata layiqdir. Xoşhalam ki, gələcək sevimli xəlifəmiz, Yezid İbni Muaviyyənin əziz anası, hörmətli xanımın huzurunda böyük sərdara kiçik xidmət göstərə bilmişəm. Lap yaxşı. Çox gözəl. Yorğunluğu canımızdan çıxartdın. Daha nə xəbər var? Bir xəbər də var, amma elə də ürək açan deyil. Qalsın sonraya, buyurun. Bunu mütləq bilməlisiniz. Əlbəttə, hələ elə də narahat edici deyil. Amma əgər bir tədbir fikirləşməsək, ola bilər gələcəkdə təhlükəli olsun. Xüsusilə də əmirin sevimli oğlu Yezid İbni Muaviyyənin hakimiyyəti üçün. Yaxşı. De. Səd İbni Əbi Vəqqas şəhərə gəlib və indi Həsən İbni Əlinin evindədir. Səd İbni Əbi Vəqqas? Niyə gəlib? Bilmirəm. 2 gündür ki, ayağını o evdən çölə basmır. İbni Ümeyr deyirdi ki, bugün şəhərdən çıxmaq istəyir. Yanında neçə nəfər var? Təkcə oğlu və keçmiş dostlarından bir neçə qoca. Qoymayacağım, o bu şəhərdən çıxsın. Yox. Bir nəfər göndər, onu Darül Xilafətə dəvət eləsin. Özü də hörmət və izzətlə. Onu Darül Xilafətə dəvət edək? Xanım,
Zəd o şəxslərdəndir ki, əmir onu təkid edirdi və onu oğlunun hakimiyyətinə bir maniyə kimi görürdü. Bu sözü o şəxsən Kufədə dedi. O böyük ərəb sərkərdəsidir, ehtiramı da vacibdir. Get. Hey, gözətçi, hardasan? Hey, gözətçi, gəl qapını aç. Qapı bağlıdır. Gecənin bu vaxtı heç kim şəhərdən çıxa bilməz. Mən Səd İbn Əbi Vəqqasam. Aç qapını. Bağışla cəsarətimi böyük sərkərdə. Mənə belə əmr eləyiblər. Mən indi sənə başqa əmr verirəm. Aç qapını. Tez. Üzürlü say. İndi mən sənə göstərərəm ki... Dayanın. Səbr eləyin. Böyük sərkərdə. O kişinin taxsırı yoxdur. O məmurdur. Belə əmr edilib. Mən Mədinə hakimi Mərvan İbn Həkəm tərəfindən sizi dəvət edirəm ki, Darülxilafətə təşrif buyurasınız. Sizə nəsə sözü var. İbn Zülcöşən, dünənəcə Muaviyyənin düşmənləri sırasında döyüşürdün. Amma bugün Əbu Süfyanın oğlunun nökərləri cərgəsində durmusan. Mən həmişə özümü və bütün müsəlmanları ərəb sərkərdəsinə borclu bilmişəm. Və Səd İbn Əbi Vəqqasa daim böyük hörmətim və ehtiramım olub. Mərvan İbn Həkəmin məndən nə işi var? Heç nə. Fəqət böyük ərəb sərkərdəsinə öz hörmətini bildirmək istəyir. Mənim ondan işim yoxdur. Bismillah. Buyurun. Olmaya bu evin yeməyi böyük sərkərdənin ürəyincə deyil. Məndən nə istədiyini və hansı niyyətdə olduğunu bilməyincə yeməyə əl vuran deyiləm. Yaxşı. Amma mənim sizə deyəcəyim sözü gərək təklikdə çatdıram. Mənim dostlarımdan gizlin sözüm yoxdur. De. Səd, sən bu din və Quran uğrunda qılınc çalmısan. Rüstəm Fərruxzadın ordusunu sən məğlub elədin. Tisfuru sən fəth etdin. İran sərhəddində qılıncla ölülərdən təpə yaratdın. İndi hər tərəfində Quran səsi gələn yerlərə ilk dəfə sən ayaq basmısan. Sözünü de. Bunları dedim ki, mənim sənə olan hörmətimi daha yaxşı biləsən. İndi sənin kimi böyük bir şəxsiyyətə bir sualım var. Bilmək istəyirəm ki, sənin Həsən İbni Əli ilə nə işin var idi və o sənə nə deyib? Hər nədirsə sənin dünyana heç bir xeyri yoxdur. Qalxın! Kifayətdir ki, axirətimin xeyrinə olsun. Mənə kələk gəlmək istəyirsən? Vallahi yox. Bu sualı mən səmimi qəlbdən səndən soruşdum. Yaxşı, səndən qorxum yoxdur, deyərəm. Amma sənə xeyri olmayacaq. Hamı bilir ki, nə qədər Əli-i Mürtəza sağ idi, mənim qılıncım qınında, dilimdə sakit idi. Bu günahı heç vaxt özümə bağışlamaram. Həsən İbni Əliyə də elə bunu dedim.
Sənlə mənim taleyim necə də oxşardısa. Yox, Həkəmin oğlu, sən özünü mənə tay tutma. Mən yalnız Əli Mürtəzaya kömək eləməmişəm. Sənsə onunla üz-üzə dayanıb, düşmənləri ilə əlbir olub, üstünə qılınc çəkmisən. Düz deyirsən, düz deyirsən. Mənim sənə oxşarlığım yoxdur. Daha nə dedin? Dedim ki, sənə də haqsızlıq eləyib, haqq sözünü eşitmədim. Vay, lap mənim ürəyimdən xəbər vermisən. Yox, Həkəmin oğlu, mən sənin kimi Müaviyyət İbn Əbu Süfyanın öyrədilmiş əl tulası deyiləm. Düz deyirsən, yadımdan çıxmışdı. Bunu unutmuşdum. Daha nə dedin? Bu deyəcəyim son sözdür və daha bundan başqa məndən söz eşitməyəcəksən. Dedim, əgər qılınc götürsən, mən də səninliyəm. Allah, Allah, daha nə dedin? Daha mənim dilimdən söz eşitməyəcəksən. Bir kəlmə Səd, təkcə bir kəlmə de. O nə dedi? Dedi, mənim Müaviyyə ilə danışığım olub və əhdimi pozmaram. Maviyə sözünün üstündə durmur. O məni məcbur elədi ki, Mədinə əyyən əşrafını özümlə Dəməşqə aparım ki, o da Yezidin hakimiyyət əsaslarını indidən möhkəmlətsin. O hər şeyi səndən yaxşı bilir. Allah Əbu Süfyanın oğluna lənət eləsin, gör bir mənə neynədi? Axirətimi qızıl pullarını aldı. Heç bilmirəm qiyamətdə sənin gözlərinə necə baxacağam. Ondan necə üzr istəyəcəm. Sən bunları sidq ürəkdən deyirsən? Bəli. Elə isə böyük Allaha üst tut. O tövbələr qəbul edəndir. Mən də belə elədim. Qəbul elədi. Ürəyimə damıb ki, bağışlayacaq. Mənlə əhd peyman bağlayırsan Əbu Ömər. Nəyə görə? Ona görə ki, Əli oğlu Əba Məhəmmədi himayə etməkdə səninlə əlbir olmalıyıq. Əlidən eşitmişəm deyirdi ki, Mərvanın Əli xəyanətkardır. 40 dəfə beyyət eləsə də yenə pozar. Vay olsun mənə, xəbərsiz idim. Amma indi ayılmışam. Sözlərim məni ayıltdı. Əbu Ömər, sən oğlunun canı məni bu bədbəxtlikdən qutar. Kömək elə, qoy keçmiş günahlarımı aradan qaldırım. Mən hər tərəfdən Maviyənin cəsus nökər müftəxorları əhatə eləyib. Heç bir ümid yerim yoxdur. Yalnız sənə sığına bilərəm. Qəbul elə. Məndən əhdi peyman bağla. Əgər əhdimi pozsam, bax o belindəki qılıncla məni 2 parça elə. İlk addım olaraq Əba Məhəmmədin tərəfdarlarını azad elə. Yaxşı. Elə indi. Yaxşı, elə indi. Onda gedək. Gedək. Bir tikə çörək ye, sonra gedək. Qalsın onları azad edib qayıtdıqdan sonraya. Siz oturun çörək yiyin, mən qayıdıram. Bəlkə bugün Darül Xilafətdə gecəliyəsi olduq. Heç olmasa bu bal şərbətini iç. Susuzluğa aparır. أشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين السلام عليكم ورحمة الله وبركاته الله Qalxın. Siz azad
zatsız. Bu kim idi? O kim idi? Nə baş verdi? O qoca kişi kim idi? Deyəsən Səd ibn Əbi Vəqqas idi. Hə, özü idi. Bəs nə üçün gəldi? Niyə getdi? Nəyə görə qoca yerə yıxıldı? Gəlmişdi ki, görsün biz hələ salamatlığıya yox. Səd də Muaviyyənin tərəfdarlarına qoşulub? Bilmirəm. Yerə elə sərildi ki, sanki canı çıxdı. Biz buradan kənarda nələr baş verdiyini bilmirik. Əbəs yerə zehnimizi yormayaq. Səncə İbn Əbi Vəqqas bura niyə gəlmişdi? Nə istəyirdi? Bilmirəm. Filmin sonu. Film Təkamül Tərcümə Mərkəzində tərcümə olunub. Filmi tərcümə edənlər: Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev. Film 2007-ci ildə AGP Production-in nəzdindəki səs yazma studiyasında dublyaj olunub. Dublyajın rejissoru Vüqar Camalzadə, Mahir İbrahimov, səs rejissoru Eldar Məmmədov, redaktor Kamran Nəcəfov. Dublyajda iştirak edirlər: Rasim Balayev, İlham Əskərov, Hacı İsmailov, Səidə Quriyeva, Almaz Amalova, Pərviz Bağırov, Məzahir Cəlilov, Kazım Abdullayev, Rəşid Səməndər, Sabir Məmmədov, Rafiq İbrahimov, Qədir Hüseyin İsmailov, Vüsal Murtizəliyev, Samir Qulamov, Sərdar Rüstəmov, Mahir Birişli, Ramil Zeynalov və başqaları. Allah